Demək, A olur həssaslıq, hərislik, hissiz olduğu kimi qalır, xainlik, bayaq dediyi V düşmür, 2 lövbər ri. Deyir ki, həm də ortaq cəhətini istəyir. Həm fonoqram sözünə aid olsun, həm də gərginlik ölçən sözünə aid olsun. Deyir, yazılış və deyiliş arasında eyni sayda fərq var. Burada da 2 dənə fərq var, burada da 2 dənə fərq var. Bir deməli olmalıdır, bir ortaq cəhətidir. Deyir, dodaqlanan sait səs iştirak edir. Dodaqlanan, bax burada oğlar AA olduğuna görə dodaqlanan birincidə yoxdur. Deməli, mən bunu ortağa yaza bilmərəm. 2 deyil. Uzanan saitin olmağı, fonoqram, heç nə uzanmır, gərginlik ölçən heç nə uzanmır. Burada uzanan yoxdur. 3 də deyil. Keyfiyyət dəyişikliyi var. O, A olub, məsələn, L-da N olub. Keyfiyyətdə dəyişikliyi var da. Səs dəyişəndə keyfiyyətdə dəyişikliyi olur. Deməli, 4 də ortaq cəhətidir. İkisində də dəyişim var. Deyir, kar samitlərin eyni sayda olmasıdır. Burada kar bir dənə F-dır. Burada isə kar deməli, gərginlik ölçən bir dənə Ç-dır. Başqa yoxda bu Y olubdur. G-lar da onsuz da cingiltilidir. Burada bir dənə Ç-dır, burada da bir dənə F-dır. Deməli, kar samitin sayı eynidir də. İkisində də bir dənədir. 5 də ortaqdır. 6 da deyir ki, samit səslərdə dəyişikliyin olması. Bu ortaq deyil ona görə ki, gərginliyi ölçəndə dəyişən samitdir, düzdür. Amma fonoqram sözünün axı saitlər dəyişib. İkisində də samitdə dəyişiklik yoxdur. Axı, mənə ortaq lazımdır da. Ona görə 6 da səhvdir. Deməli, olur cavab 1, 4, 5. Ortaq